Yaxşı, aynısı. Game over, game over. Aynısı, bura bax. Всё. Anan qatma bu mövzuya. Başa düşdün, necə qızsan ha? Ada nə ana? Game over ki, oyun bitdi. Sən ki, məndə o dəyişikliyi görmədin ha. Game over. Hansı dəyişikliyi danışırsan? Deyirəm. Hansından danışırsan? Ha, saçını uzun kəsdirmirsən. Mən nə bilim nə dəyişib səndə. Ona görə evi tərk eləyərlər. Onun qonşu var, eşidər biz, ayıbdır. Görürəm, mən belə istəyirsən də, hə? Yaxşı Geyəcəm mən. Geyəcəm atamın evinə. Şəxsən mən qıraqdan baxan kimi bu məsələyə heç nə deyə bilmərəm. Heç nə demirəm. Az yeri qırar, sən qarışmaz. Ay, kartuşka qızartmasını üstünə turşsuz qoyan fərasətsiz. Mən az nə olsun ki, ay bu patron yağı olmasa, qızartdığı kartuşkalardan kraxmal iyi gələn, kraxmal dadı gələn, az sən ət bilirdin ki nədir, kotlet bilirdin ki nədir, gəldin məndən öyrənmədin ki. Doğrudan. Sən hər şeyi at evindən gətirmişdin, öyrənmişdin. Bəli. Düzdür, at evindən qıfılı, nə bilim qurdu yağını, sapı. Az bir dəfə ağacların dibini qazanda öz şəklimi gördüm. Nə qədər iynə batırmışdın özümə, üzüm bütün çopur deyə. Az iynə batırmamışdım, sifətin nəydi şəkildə elə düşmüşdün də, deşikdə çopur. Yaxşıdır da. Yana da deyilmə cavabım benim. Az mən nasipəriyə oxşayırdım. O vaxt mənim şəklimi şkarat karobkalarına qoymaq istədi, atam qoymadı. Sənin şəklin ancaq irisin üstünə vurmaq olar. İris olur, yapışır damağa qopur, dartırsan yarım saat. Mənim yerə soxumsan. Münasib, sənə deyirəm, sən bu gün özü bağışlatmasan, mən gedirəm atamın evinə. Oy, nə gözəl, nə gözəl. Gedəcəksən dəqiq. Gedməsəm atamın qızı da öyrəm. Az getməyəni lap delə. Lap elə. Az lap delə. Lap delə. Az bir sən kimi oxşayırsan. Sən kimi oxşayırsan. Realın yarım müdafiəçisi var, Kavavinga. Qırmızı verdilər, bu yaxlar qapqara. Qırmızı ilə verdilər. Kesin onda Mbappé oxşayırsan. Kim oxşayır Mbappé? Az Mbappé. Yaxşının da. Belə sifətinə geri. Eşiyen oxşayır. Eşiyen gündəki baş. Öyle elə. Şuba Lewandowski oxşayırsan burnundan. Püş. Ne güzel. Əfruş, dedim sənə bir gün gələcək mənim havama oynayacaqsan. Ali, bu mənim özüm havamdır. Mən ölürəm bu hava için, bu ritimlər üçün ölürəm. Nə danışırsan ki? Əfruş, buna nə oldu çalamsı çaxtı çıxdı getdi? Aşı bilmirsən, bunlar Nisə ilə bəyaqları qırdılar bir-birini. Elə qırdılar ki bir-birini. Nisə də qaldı ki, mən bu evdən getməsəm, dədəmin qızı da öləm. Ona görə də axır ki, bu ev bizə qaldı. Ne danışırsan? Doğrudan deyəcəksən, Əfruş, bizə qalıbca naxadı evi çatırıq. Nişin? Çatan kimi mən biraz pul götürürəm, gəlirəm material alıram, gəlim və evdə nağara düzəldirəm, çatıram, nağara düzəldirəm, çatıram. O makler evlər necə olur? Bu da olur makler nağara ki. Ali, indi nağara alan var güya ki. Bir dənə Natiq ritim qrupudur. Onlar da ki, nağaranın bir tərəfi xarab oldu, o biri tərəfindən çalırlar. Kimə lazımdır sənin nağarı nağara? Ani səhərə geçsən, saçını kəstirməyə gedirsən? Saçımı düş kəsdirəm ki, sənin evi lazımlara gedirəm. Az niyə ki, elə bir mahnı var da, deyir ki, qadınlar haçan tənha qalırlar, qisasını saçlarından alırlar. Dedim, bəlkə sən də qisas alman gelsin. Az, get əlibin nağarası şillə vıraz, bildin? O nə deməkdir ki, Naz? Deyirəm ki, neçə nə qəşəng giyinmirsən, üstündə quru dolan yarpaq xingəlinə oxşayırsan. Mən, ay yazıq, içində ət olmayan dolmaya oxşayırsan. Nə olsun ki? Yazıq. Nə olsun ki? Daba yaz, nə olsun ki? Hətta o. Əfruş, nə məkəllədi? Bu dava elədi, demirəm, dava elədi əri ilə. Sonra qaldı ki, mən bu evə gəlsəm, dədəmin qızı da öyrəm. Biz də eləyək ki, gəlməsin, ev bizə qalsın da. Mən də deyirəm, nə olub? Onlar gündə 50 dəfə dava eləyirlər, barışırlar. Münasibin o könlünü alacaq, deyirlər, tərəfdə. Yox da, öz əlimizdə də, deyirəm, həlliyə bu çıxsın, getsin də. Doğrudan deyir ki, Canım, gedək münasibi yanına, mən hər şeyi danışacağım orada. Doğrudan deyir ki, Mən ona hara qoy bırak. Yox, qoy bırak. Mən bilirəm, neyəcəyəm. Gəl bura. Gəl bura. Gəl. Münasib, emmi yıkıldı. Bu ne içelim şapaçıva? Eşittim içi bacı, Ceyb Ataç'ın evine. Nə olub ki? Niyə narazısınız? Münasib qardaş, bilirsin necədir? Mən bilirəm ki, siz yenə onu bağışlayacaqsınız. Amma bu dəfə ona keçməyin ona. Qoy çıxsın, geçsin atasının evinə. Niyə? Necə niyə? Bilmirsiniz ki, niyə? Yox. Çünki sizin o pullarınızı dağıdır. Necə niyə? Düz deyir, Münasib. Sən mənim qaqaçım sən deyirəm ha, sən o günləri sən qaynaton mənə bəkimə pul verdi. Çıxardıb bəkimətə baxacam, görəcəm, nə görəcəm yaxşıdır. Nə deyirsən ya? Ha, deyirəm ki, həmin o bəkimana sən neçə bacıya verdiyin bəkimətlərlə eyni bəkimətdir. Həmin kopya bəkimətdir, oğucunun... Hədə, ay sağ ol. Mənə baxın, da neynə gəldi ki, ne? Bütün günü sənin pullarınla hamısı o cadügərlərin yanına gedir. Biləsiniz. Sənə dedim, bunlar belə adamdılar. Gələcək aləm qaçırlar, biz birimizdən küçəyə dava eləyə dalaşaq. Bilirəm də. Meydan,
Kardeşim, bunu başa düştüm. Seninle yola gitmedim. Sana ne düşüb, ha? Sen niye böyle ediyorsun kardeş? Siz bize oyun kurmuştunuz ki. Dalaştırmamışdınız birbirinizden. Dalaşmamışıq, Dalaşmamışsın. Biz dalaşmamışıq, heç dalaşmarıq da. Səni qoyuram bir qırağa, sən olsa adam döyürsən. Bu- Ada, meydan. Kim? O cür kəndin nağara salansan, o nağaraya udar vurursan ha. Stula da elə udar vura bilmirsən, hə? Ayıbdır, sözümü dinlə də. Ha, neçə bacı düz deyir. Bundan sonra Ruç. Səni qadağan eləyirəm bacı ilə dava eləməyə. Mehribançılıq. Aa, mənim üstüme qışqırırsan meydan. Ada qardaşlarıma deyərəm sənin nağara kimi şilləliyərlər ha. Qardaşlarım, anacan qardaşım var, mənim də qardaşım var. Qılıc eləyəcən qardaşlarım. Mənə deyirsən gələk. Niyə niyə eləmə? Sən ölürsən. Mən deyirəm sənə. Sənə niyə deyirəm? Meydan. Öyle düşkən bura gəl. Gördün, bax belə kralları bir-birlərini. Necə elədin? Düppədiz elədin. Arada sınamaq lazım. Sağ ol. Hadi, gel, gel, gel. Geldi kardeşlerim.